Daxili bucaqları 1,3,5 nisbətində olan üçbucağın ən kiçik xarici bucağı neçə radiandır? Daxili bucaqlarını 1K, 3K və 5K ilə ifadə etsək bərabərdir 180 dərəcəyə. Buradan 8, 9K bərabərdir 180 dərəcə. Yəni K da bərabərdir 20 dərəcə alarıq. Deməli, daxili bucağın biri 20 dərəcədir, digəri 60 dərəcədir. 3-ün 20 hasili, bir də 5 vurulsun 20, yəni 100 dərəcədir. Xarici bucaqlar isə uyğun olaraq 20 dərəcənin xarici bucağı olacaq 180 çıxılsın 20. Yəni 160 dərəcə. 60 dərəcənin xarici bucağı olacaq 180 çıxılsın 60 bərabərdir 120 dərəcə. 100 dərəcənin də xarici bucağı olacaq 180 çıx 100 dərəcə bərabərdir 80 dərəcə. Bizdən ən kiçik xarici bucaq neçə radiandır soruşulur. Ən kiçik xarici bucaq 80 dərəcədir. Onu da radianla ifadə etmək üçün pi bölünsün 180-ə vururuq. Burada ixtisar aparsaq, deməli 20-yə bölsək 4 düşər, 20-yə bölsək 9 düşər. 9-da 4 pi alarıq. 9-da 4 pi.